Salam, hər vaxtınız xeyir əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu günləri sizlərə içi çox yumşaq, şirəli toyuq kotletin hazırlanma qaydasını göstərirəm. Əziz izləyicilər, videoda hər şey aydın görünür. Sadəcə onlar bir-iki fikir var ki, onları sizin nəzərinizə çatdırıram. Adətən biz toyuq kotletini toyuğun sinə hissəsindən istifadə edirik, amma bu günləri mən toyuğun bud dibi və sinə hissəsindən istifadə elədim. Demək, məndə toyuq əti 1 kilodur. Üzərinə daha da dadlandırmaq üçün əziz izləyicilər, toyuq kotletinə çox yaraşır. 100 qram quyruğu ət maşında çəkib onu da toyuq ətinə əlavə elədim. Yəni ki, çox məsləhətlidir. Sonra soğan və kartofu da ət maşında çəkib ayrı-ayrılıqda süzgəsə yerləşdirib üzərinə spatula ilə sıxırıq ki, tam suyu süzülsün. Toyuq ətinin üzərinə soğan, kartof, kök, yumurta, bir dilim çörəyin üzərinə süd əlavə edib yumşaldıb, çörək qırıntısı halına gətirib onu da əlavə elədik və xırda doğradığımız şüyüd, ədviyyatlardan duz, qara istiot və üyüdülmüş quru reyhan əlavə eləyib yaxşı qarışdırırıq. Hazırladığımız çəkilmiş əti soyuducuda 20 dəqiqə saxlayırıq ki, tam özünü tutsun. Tavaya lazım olduğu qədər duru yağ əlavə eləyirik. Yağ qızandan sonra orta ölçüdə əlimizi yüngül yağa batırıb kotletlər hazırlayırıq. Kotletləri orta odda bişiririk. Hər iki tərəfi qəşəng qızarana qədər bişiririk. Orta odda ona görə bişiririk ki, içi tam bişsin və qurumasın. Əziz izləyicilər, videonun alt bölümündə açıqlamada resepti, qədərini, dəqiqliyinə yazacağam. Siz oradan istifadə eləyərsiniz. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə, like etməyi, abunə olmağı, fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Allaha əmanət olun.